Məktəbdə uşağınız necə qidalanır? Yaxşı qidalanır, evdə qoyuram, gedib yeyirlər. Bufetdən istifadə etmirlər. Yox, Nəyə görə? İcazə vermirsiniz? bəli, özüm evdə hazırlayıram. Qidalanmırlar. Niyə? Məktəbdə bufet var, ancaq müəllimlər icazə vermir. Uşaqlar balacadırlar da, balaca olduqlarına görə icazə vermirlər. Bufetdən istifadə edir, yoxsa ancaq siz özünüz yemək qoyursunuz? Edir, özüm qoyuram. Bəs bufetdən istifadə eləmir heç? Edirsən. Belə az, heç çox yox. İcazə vermirik özümüz. Niyə icazə vermirsiniz? Evdə təbii qidalarla qidalansa daha yaxşı olar. Deməli, biri oxuyur o fizika riyaziyyat təmayüllüdə, orada yemək verirlər qəşəng, çox razıdır. O biri də səhər evdə yeyir, günortada gəlir evdə yeyir. Belə. Bufetdən istifadə eləmirlər. Kiçik gəlir evdə yeyir də çatır da. Ehtiyac olmur. Mamaları nə qoyursa onu yeyirlər məktəbdə. Yəni Ancaq evdən hazırlanır. nə almırlar heç nə, bəli. Evdə hazırlanan. Bəs niyə bufetdən almırlar? Orada baha verirlər çox ona görə. Evdən götürürlər adətən. Hərdən bir ehtiyac olanda büfetdən də istifadə edirlər. Şikayətləri yoxdur. Bufetdən də alanda alıram, özüm də bişirirəm. Bəs bufetdəki yeməklərin keyfiyyətindən və yaxud da qiymətindən? Ayrı yerdən alıram da, isti bişən yerdən. Yox, məktəbin bufetindən almıram. Niyə bəs? Həm valideynlərə içəri girişə icazə yoxdur, həm də uşaq balacadır. Çölə çıxmır, çıxmağa icazə vermirlər 1-ci sinifdə. Özəl məktəbdə oxuyur, orada qidalanır. Razıdır da, razısan qızım? Razıdır, bəli. Yaxınlaşmaq olar? Bəli. Nə yeyirsən məktəbdə? Necə qidalanırsan? Yaxşı qidalanıram. Məsələn, nə yeyirsən gün ərzində? Gün ərzində nə verirsə hamısını yeyirəm. Ən çox sevdiyim ətlə makarondur yemək. Bir də lalə supu.